Salam, mənim gələcəyi bugündən görən, azadlıq və yenilik aşiqi, xəyalları sərhəd tanımayan əziz dolçalarım və yüksələni dolça olan dəyərli dinləyicilərim. Avqust ayının bu son həftəsində göy üzünün sizə göndərdiyi o qeyri-adi, orijinal, işıqlı və azadlıq dolu mesajlarla qarşınızdayam. Uranın və Saturnun birgə idarə etdiyi hava elementinin ən intellektual, ən hümanist və novator övladları. Gəlin bir anlıq gündəlik həyatın sıxıcı qaydalarını, sizi çərçivəyə salmaq istəyən stereotipləri və başqalarının gözləntilərini kənara qoyun. Ən sevdiyiniz rahat güşənizə keçin, əlinizə ilıq bir içki alın və görün göy üzü bu 7 gün ərzində sizin üçün hansı fərqli üfüqləri açır, hansı dahi ideyaların təməlini qoyur və hansı sürprizləri hazırlayır. Siz dolça bürcləri sadəcə bir bürc deyilsiniz, siz bu dünyanın gələcəyə açılan pəncərəsisiniz. İnsanların çoxu bu günü yaşayarkən sizin zehniniz artıq illər sonraki dünyada gezinir. Sizin olduğunuz yerdə köhnəlik, durğunluq, mənasız tabular və ədalətsizlik çox qala bilməz. Siz hər kəsdən fərqli düşünən, hadisələrə tamamilə orijinal bucaqdan baxa bilən və insanlığı irəliyə aparan vizyonerlərsiniz. Azadlığınıza olan düşkünlüyünüz, daxili müstəqilliyiniz sizin ən böyük kimliyinizdir. Bəzən insanlar sizin soyuq, duyğusuz və ya uzaq olduğunuzu düşünə bilərlər. Amma bilmirlər ki, sizin qəlbiniz fərdi emosiyalarla deyil, bütün insanlığa, dünyada bərpa olunası ədalətə və dostluğa olan böyük sevgilə döyünür. Bax, bu həftə göy üzünün energetik axını sizin məhz o bənzərsiz zəkanızı, sosial gücünüzü və novator ideyalarınızı maksimum dərəcədə ön plana çıxaracaq. Həftəyə başlarkən bazar ertəsi və çərşənbə axşamı günlərində fokusunuz zehni fəaliyyətinizdə, sosial layihələrinizdə, dostluq çevrənizdə və texnoloji, rəqəmsal işlərinizdə olacaq. Sizin üçün beyin fırtınası etmək, yeni ideyalar ortaya qoymaq həyatın ən böyük zövqüdür. Bu 2 gündə kütlələrə hitap edən layihələrdə, sosial media işlərinizdə, onlayn platformalarda və ya komanda işlərində inanılmaz bir parlaqlıq göstərəcəksiniz. Ağlınıza gələn ilk baxışdan xəyalpərəst görünən ideyaları dərhal bir kənara atmayın, onları qeyd edin. Çünki məhz o dahi ideyalar gələcəkdə sizin ən böyük uğurunuzun təməli ola bilər. Lakin burada vacib bir məqam var, öz fikir və ideyalarınızı başqalarına diktə edərkən çox sərt və kompromissiz olmayın. Hər kəs sizin kimi sürətli düşünə və hadisələrin gələcəyini anında görə bilməz. Sabirli olun, insanlara öz düşüncələrinizi məntiqlə və addım-addım izah edin. Çərşənbə və cümə axşamı günlərinə doğru irəlilədikcə göy üzünün diqqəti sizin daxili dünyanıza, psixoloji rahatlığınıza, dincəlmək və enerjinizi bərpa etmək ehtiyacınıza yönələcək. Dolçaların zehni heç vaxt dayanmır, siz yatanda belə beyninizdə minlərlə layihə, plan və fəlsəfi suallar fırlanır. Məhz həftənin ortasında bu zehni yorğunluq pik həddə çatacaq və bədəniniz sizdən biraz yavaşlamağı tələb edəcək. Mümkünsə bu 2 gündə səs-küylü mühitlərdən, çoxlu insan kütləsindən və sizi yoran sosial öhdəliklərdən biraz uzaq durun. Özünüzlə baş-başa qalın. Tək başına edəcəyiniz gəzintilər, kitab reading, musiqi dinləmək və ya sadəcə xəyallara dalmaq sizin ruhunuzu tamamilə təzələyəcək. Həmçinin bu günlərdə köhnə tamamlanmamış işlərinizi qaydaya salmaq, lazımsız faylları, e-poçtları və düşüncələri təmizləmək sizə böyük bir yüngüllük bəxş edəcək. Maliyyə və maddi məsələlərə gəldikdə, siz dolçalar pulu heç vaxt bir toplamaq obseksiyası kimi görmürsünüz. Pul sizin üçün azadlığınızı qorumaq, istədiyiniz kimi yaşamaq və ideyalarınızı həyata keçirmək üçün sadəcə bir vasitədir. Həftənin ortasında maliyyə sahənizdə xüsusilə rəqəmsal layihələr, freelans işlər, texnologiya, internet və ya komanda fəaliyyətlərindən gələn gəlir qapıları açılacaq. Əgər texnologiya, sosial media, elektron ticarət və ya müasir innovasiyalar sahəsində çalışırsınızsa, bu həftə gözlədiyinizdən də yaxşı nəticələr əldə edə bilərsiniz. Lakin azadlığınızı çox sevdiyiniz üçün bəzən gələcəyi düşünmədən xərclər edirsiniz. Xüsusən texnoloji gadjetlərə, onlayn təlimlərə və ya dostlarınızla olan əyləncələrə büdcənizi aşacaq məbləğlər xərcləməkdən çəkinin. Balansı qoruyun, gələcək layihələriniz üçün maliyyə ehtiyatı saxlamaq müstəqilliyinizin ən böyük zəmanətidir. İndi isə gələk sizin o azad, bəzən mürəkkəb, amma bir o qədər də samimi və orijinal dünyanıza, sevgiyə və şəxsi münasibətlərə. Siz dolçalar sevgidə ən çox nəyə dəyər verirsiniz? Əlbəttə ki, azadlığa və zəka ortaqlarına.
Sizin üçün sevgiliniz ilk növbədə sizin ən yaxın dostunuz, fikirlərinizi bölüşə biləcəyiniz zəka yoldaşınız olmalıdır. Sizi qısqanclıqla boğan, hər addımınıza nəzarət etmək istəyən insanlarla münasibətiniz çox çəkməz. Həftənin ikinci yarısı, xüsusən cümə və şənbə günləri şəxsi həyatınızda maraqlı, sürprizlərlə dolu və rəngarəng anlar vəd edir. Əgər həyatınızda kimsə varsa, uzun müddətdir davam edən bir münasibət yaşayırsınızsa, bu günlərdə aranızdakı monotonluğu qırmaq sizin əlinizdədir. Sevdiyiniz insanı götürün, adət etdiyiniz yerlərdən fərqli, qeyri-adi bir məkana gedin, birlikdə yeni bir hobbiyə başlayın və ya sadəcə gələcək xəyallarınızdan danışın. Lakin unutmayın, qarşı tərəf bəzən sizdən sadəcə intellektual söhbətlər deyil, emosional istilik, qucaqlanmaq və duyğusal açıqlıq da gözləyir. Bütün hisslərinizi məntiqlə izah etməyə çalışmayın, bəzən sadəcə səni sevirəm demək və bunu hiss etdirmək kifayətdir. Daxili səddinizi bir anlıq endirin. Bəs qəlbi boş olan, yanına onun azad ruhuna, orijinal xarakterinə layiq birini axtaran dolçalar nə etsin? Əzizlərim, şənbə günü sizin fərqli avranız, espri anlayışınız və karizmanız pik həddə olacaq. Şəhərdə bir tədbirdə, sosial layihədə, onlayn bir qrupda və ya dostlarınızın məclisində diqqəti dərhal üstünüzə çəkəcəksiniz. Sizinlə eyni qeyri-adi maraqları paylaşan, həyata fərqli gözlə baxan biri ilə tanış olmaq şansınız çox yüksəkdir. Bu tanışlıq ənənəvi flört kimi deyil, dərin və maraqlı bir dostluq söhbəti kimi başlaya bilər. Şans verin, qoyun zaman göstərsin ki, bu dostluq böyük bir sevgiyə çevrilə bilərmi? Həftə sonuna doğru, yəni şənbə və bazar günlərində sosial aktivliyiniz yenidən bərpa olunacaq. Dostlarınızla toplanmaq, gələcək planları müzakirə etmək və ya insanlara faydalı olacaq bir sosial fəaliyyətdə yer almaq sizə böyük ruhi tatmin bəxş edəcək. Dolça cəmiyyət üçün faydalı olanda, başqalarının həyatına toxunanda özünü həqiqətən xoşbəxt hiss edir. Sağlamlıq və fiziki durumunuza gəldikdə, dolça bürcü astrologiyada topuqları, baldırlara gələn qan damarlarını, sinir sistemini və gözləri idarə edir. Bu həftə xüsusilə uzun müddət kompüter, telefon və planşet ekranı qarşısında oturan dolçalar üçün göz və sinir yorğunluğu riski var. Elektron cihazlardan vaxtaşırı uzaqlaşın, ekran detoxu edin. Həmçinin ayaqlarınıza, topuqlarınıza diqqət edin, rahat ayaqqabılar geyinin və qan dövranını yaxşılaşdırmaq üçün yüngül yürüşlər edin. Sinir sisteminizi sakitləşdirmək üçün açıq havada zaman keçirmək və yuxu rejiminizə riayət etmək çox vacibdir. Mənəvi baxımdan bu həftə sizin üçün öz fərdliyinizlə qürur duymaq, amma eyni zamanda insanlarla emosional körpülər qurmaq həftəsidir. Fərqli olmaqdan qorxmayın, sizin gücünüz məhz o fərqliliyinizdədir. Dünya hamının eyni olduğu durğun bir yer olsaydı, heç bir inkişaf olmazdı. Siz bu dünyaya yenilik gətirmək üçün gəlmisiniz. Əziz dolçalar, bu həftə sizə bol ilham, dahi ideyalar, səmimi dostluqlar, daxili azadlıq və tükənməz energiya gətirsin. İşıqlı zəkanız hər zaman yolunuzu aydınlatsın. Möhtəşəm, azadlıq dolu, uğurlu və innovativ bir həftə diləyilə.